Salam dostlar. Bəzən insanlar əməkdən sonra yaranan yırtıqlardan ciddi əziyyət çəkirlər. Bu insanlarda daimi qəbizlik, qarında ağrı, köp, bu kimi əlamətlər insanları davamlı olaraq narahat edir və getdikcə yaş artdığı üçün həmin insanlar bu əziyyətlərə tab gətirə bilmirlər və məcburiyyət qarşısında qalıb həkimə müraciət edirlər. Həkimlərimiz bu patologiyanın qarşısında bəzən acizlik yaşayırlar və xəstələr dəfələrlə cərrahi əməliyyat olunmaq zəruriyyəti qarşısında qalırlar. Bunlar olmasın deyə siz bu işin mütəxəssisinə müraciət etməlisiniz. Əgər sizdə və yaxud yaxınlarınızda əməliyyatdan sonraki yırtıqlar müşahidə olunubsa, tam əminliklə bizə müraciət edə bilərsiniz. Biz xüsusi setkalardan, torlardan istifadə edərək həmin əməliyyatlar zamanı yırtıqların yenidən əmələ gəlməsinin qarşısını almaqda qadirik. Bu baxımdan bizim təcrübəmiz və istifadə etdiyimiz materiallar bizə imkan verir ki, bu sahədə öz təcrübəmizi və praktikamıza güvənərək sizlərə bu sözləri deyə bilək. Diqqətiniz üçün sağ olun.